Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 6-cı sinif texnologiya dərsliyindən 15-ci mövzudur. Elektrik enerjisinin ötürülməsi və istifadəsi yolları. Biz demək olar ki, 5-ci sinifdə bu mövzunun sadə versiyasını, belə sadə variantda öyrənmişik. 6-cı sinifdə biraz daha mürəkkəb formasıdır. Elektrik enerjisi yanacağın və yüksəklikdən tökülən suyun enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyalarında istehsal olunur. Deməli, elektrik enerjisi harada istehsal olundu? Elektrik stansiyalarında. Bəs necə biz elektrik enerjisini necə əldə elədik? Deməli, yanacaqdan və sudan. Suda necə olur? Yüksəklikdən tökülən sudan. Bu yanacağın və suyun enerjisini nəyə çevirdi? Elektrik enerjisinə çevirdi. Bəli, bunun üçün də bizə nə lazımdır? Elektrik stansiyaları lazımdır. Gündəlik həyatda elektrik enerjisindən evlərin, küçələrin, müəssisələrin və s. işıqlandırılmasında bir çox digər məqsədlərlə istifadə olunur. Elektrik enerjisindən istifadə həyatımızın bir hissəsini təşkil edir. Bəli. Elektrik enerjisi harada hasil olunur müəllimlər? Diqqətli olaq. Yanacaq və su mənbələrinə yaxın yerlərdə. Axı demişdik, elektrik enerjisi yanacağın və yüksəklikdən tökülən suyun enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyalarında istehsal olunur. Bəli. Bizə nə lazımdır? Yanacaq və su mənbələri. Qeyd etmək lazımdır ki, elektrik enerjisi böyük məsafələrə ötürülən zaman elektrik itkisi baş verir. Bəli, biz buna 5-ci sinifdə də toxunmuşduq. Elektrik enerjisi böyük məsafələrə ötürülən zaman itki baş verir. Məsələ burasındadır ki, cərəyan elektrik ötürücüsü olan naqillərlə axdıqda onları qızdırır. Fizika fənninin tədrisi zamanı tanış olacağınız Joule-Lenz qanununa əsasən naqillərin qızmasına sərf olunan enerji nədən asılıdır? Müqavimətdən. Naqillərin qızmasına sərf olunan enerji müqavimətdən asılıdır. Bəli. Deməli, burada nə baş verdi müəllimlər? Əgər biz böyük məsafələrə elektrik enerjisi ötürürüksə, bəli, burada enerji itkisi baş verir. Bu da Joule-Lenz qanununa əsasən naqillərin qızmasına, naqillərin qızmasına sərf olunan enerji nədən asılı oldu? Müqavimətdən asılı oldu. Gəlin burada baxaq müəllimlər. Bu elektrik stansiyasıdır. Elektrik stansiyası. Stansiyada elektrik alındı. Ötürüldü yüksəldici transformatora. Baxın, ilk stansiyadan alınan kimi ilk qarşılaşacağı yer nə oldu? Yüksəldici transformator. Bunlar ötürücü xətlərdir. Ötürücü xətlərlə gəlir evlərə daxil olmamışdan öncə azaldıcı transformatora. Azaldıcı transformatordan məktəblərə, zavodlara, fabriklərə, evlərə və s. elektrik naqili getmiş olur, verilmiş olur. Naqil xətti çox uzun olduqda enerjinin ötürülməsi ümumiyyətlə iqtisadi cəhətdən sərfəli olmaya bilər. Bəli, naqil uzundur, uzun naqildir. Enerjinin ötürülməsi sərfəli deyil. İtkiləri azaltmaq üçün naqillərin en kəsiyinin sahəsini artırmaq lazımdır. Naqildir. Naqilin en kəsiyi, bax, hansı ki, bu hissəsini, en kəsiyinin sahəsini artırmaq olar. Lakin müqaviməti 100 dəfə azaltdıqda kütləni 100 dəfə çoxaltmaq lazımdır. M müqaviməti, baş hərfin yazıram, müqaviməti azaldırıq nə qədər? 100 dəfə.
müqaviməti 100 dəfə azaldırıq, onda kütlə kütləni neynirik? 100 dəfə çoxaldırıq. Deməli, müqavimət azalanda kütlə çoxalır. Düzgün yazmadım orada, bir onu düzəldək. Müqaviməti azaltdıq 100 dəfə. 100 dəfə azaltdıq. Kütlə nə oldu? Daha kütlə yazmıram Ç hərfini. 100 dəfə çoxaldı. Kütlə 100 dəfə çoxaldı. Əlvan metalın belə işlənməsinə yol vermək olmaz. Deməli, əlvan metalla olmaz. Bunun üçün xətlərdə enerji itkisinin səviyyəsi başqa yolla xəttdə cərəyan şiddətini azaltmaqla aşağı salınır. Deməli, enerjini necə biz azalda bilərik? Cərəyan şiddətini azaltmaqla. Məsələn, cərəyanın 100 dəfə azaldılması, bax bunu da qeyd edəcəm. Cərəyan 100 dəfə azalanda ayrılan istilik də 100 dəfə azalır. İstilik də azalır nə qədər? 100 dəfə. Yəni, burada naqillərin 100 dəfə ağırlaşması zamanı alınan nəticə əldə olunur. Deməli, cərəyanı 100 dəfə azaltdıq. Naqildən ayrılan istilik də 100 dəfə azaldı. Yəni, belə bir nəticə çıxdı ki, buradan naqilləri 100 dəfə ağırlaşdırsaq, nəticə əldə edəcəyik. Bunun üçün iri elektrik stansiyalarında nə qoyulur? Yüksəldici transformatorlar. Bəli, yüksəldici transformatorlar qoyulur. Elektrik enerjisi istifadəçilərə çatmazdan əvvəl onun gərginliyi azaldıcı transformatorlarda azaldılır. Bir də baxaq müəllimlər, burada rəqəmlər sizi qarışdıra bilər, azaltmaq, çoxaltmaq sizi beyninizi qarışdıra bilər. Gəlin bir də baxaq. Deməli, naqillər uzun olanda nə olur? İtki olur. Düzdür? Yəni, sərfəli olmur. İtkini azaltmaq üçün nə etmək lazımdır? En kəsiyini artırmaq lazımdır. En kəsiyini. Nə qədər nazik olsa, o qədər də çox, belə deyək də, sərfəli olmur. Və bu zaman nə edirik? Müqaviməti 100 dəfə azaltdıqda kütləni 100 dəfə çoxaltmaq lazımdır. Müqavimət azalırsa, kütlə çoxalır. Əlvan metallar da hansı ki sərfəli olmaya bilər. Bunun üçün də xətlərdə enerji itkisinin səviyyəsi başqa yolla. Hansı yolla? Xəttdə cərəyan şiddətini azaltmaqla aşağı salınır. Deməli, cərəyan şiddətini azaltmaqla itkini azaldırıq. Məsələn, cərəyanı 100 dəfə azaldırıq. Bu zaman istilik də azalır. Nə qədər? 100 dəfə. Yəni, neyinirik? 100 dəfə ağırlaşdırırıq. Naqilləri 100 dəfə ağırlaşdırırıq. Bunun üçün nə lazımdır bizə? Əvvəlcə yüksəldici transformatorlarda, sonra fabriklərdir, evlərdir, məktəblərdir, zavodlardır. Bax, bunlara getməmişdən əvvəl gərginliyə neyinirik? Azaldıcı transformatorlarda azaldırıq. Yəni, şəkil üzrə də baxaq. Əvvəlcə yüksəldirik, sonra azaldırıq. Transformator xəttdə gərginliyi neçə dəfə artırırsa,
cərəyan şiddətini o qədər azaldır. Deməli, gərginlik cərəyan şiddəti ilə nədir? Əksdir. Gərginlik artanda cərəyan şiddəti azalır. Bu zaman güc itkisi olmur. Bəli, gərginlik artanda cərəyan azalır və bu zaman güc itkisi olmur. Respublikamızın bir neçə rayonunun elektrik stansiyası yüksək gərginlikli ötürücü xətlərlə birləşdirilərək istifadəçilərin qoşulduğu ümumi elektrik şəbəkəsi təşkil edir. Belə şəbəkəyə nə deyilir? Elektrik sistemi deyilir. Deməli, elektrik stansiyası yüksək gərginlikli ötürücü xətlərlə birləşdirilərək ötürülür. Hara? İstifadəçilərə. Və buna nə deyilir? Elektrik sistemi deyilir. Elektrik sistemi istifadəçilərə onların harada yerləşməsindən asılı olmayaraq enerjinin fasiləsiz verilməsini təmin edir. Yaxşı, gəlin görək. Əsas istifadəçi haradır? Elektrik enerjisinin əsas istifadəçisi sənayedir. Bəs sənayenin payına neçə faiz düşür? 70%. Diqqətli olaq. Neçə faiz düşür? 70%. Bəli. Eləcə də nəqliyyat elektrik enerjisinin iri istifadəçilərindən biridir. Nəqliyyat. Həm sənaye, sənayədən sonra da nəqliyyat. Dəmir yol xətlərinin böyük hissəsi elektrik dartı qüvvəsi hesabına işləyir. Demək olar ki, bütün iri və xırda yaşayış məskənləri, istehsalat və məişət tələbatları üçün elektrik enerjisini elektrik stansiyalarından alır. Deməli, elektrik stansiyalarından aldıq. Nəyi? Elektrik enerjisini. Nə üçün? Hansı ki, yaşayış məskənləri ki var, xırda da ola bilər, iri də ola bilər. İstehsalat və məişət tələbatları üçün bizə nə lazımdır? Enerji lazımdır. Bu enerjini də aldıq hardan? Elektrik stansiyasından. Evlərin işıqlandırılmasında və məişət elektrik cihazlarından istifadə zamanı elektrik enerjisi sərf edilir. Diqqətli olaq. İstifadə olunan elektrik enerjisinin böyük hissəsi hazırda mexaniki enerjiyə çevrilir. Deməli, elektrik enerjisi nəyə çevrilir? Mexaniki enerjiyə. Sənayedə demək olar ki, bütün mexanizmlər elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Onlar olduqca rahat və yığcamdır. Ona görə də istehsalın avtomatlaşdırılmasına imkan yaradılır. Bəli, demək olar ki, sənayedə hansı ki, bütün mexanizmlər nə ilə hərəkətə gətirilir? Mühərriklə, təbii ki. Sənayedə sərf olunan elektrik enerjisinin təxminən 1/3. 1/3, belə də yazaq. 1/3. Texnoloji məqsədlər üçün istifadə olunur. Texnoloji məqsədlər deyəndə nə başa düşülür? Elektrik qaynağıdır, metalların elektriklə qızdırılmasıdır, əridilməsidir, elektrolizdir və s. Yəni, çox sadalaya bilərik. İstifadə edilir. Deməli, 1/1 hissəsi nəyə istifadə olunur? Texnoloji məqsədlər üçün. Müasir sivilizasiya elektrik enerjisinin geniş istifadəsi olmadan təsəvvür edilmir. Çünki elektrik sistemində adicə qəza olarsa, böyük bir şəhərin elektrik enerjisi ilə təminatı pozulur, şəhər zülmətə qərq olur. Məişətdə elektrik enerjisindən istifadə. Məişət haradır? Bizim evimiz. Biz evimizdə elektrik enerjisindən necə istifadə edirik? Gəlin baxaq. Məişətdə elektrik enerjisi danılmaz köməkçidir. Enerji. Niyə? Məsələn, toz soran enerji ilə işləyir.
Ütü enerji ilə işləyir. Qaz, hansı ki, sobalar, qaz deyirəm. Sobalar enerji ilə işləyir. Kondisioner, televizor, fen və s. Yəni bir çox şeylər, əşyalar elektrik enerjisinin köməyi ilə işləyir. Kənd təsərrüfatında elektrik enerjisindən istifadə. Gəlin görək, kənd təsərrüfatında enerjidən necə istifadə edirik? Elektrik enerjisi kənd təsərrüfatında texnoloji proseslərdə istifadə olunur. Texnoloji proses nə idi? Kəsmə, yonma, burğulama, qaynaq. Metalın əridilməsi, qızdırılması, elektroliz və s. Bəli, bunlar nə oldu? Texnoloji proses oldu. Deməli, bir də baxaq. Elektrik enerjisi kənd təsərrüfatında texnoloji proseslərdə istifadə olunur. Onlara aşağıdakılar aiddir. Heyvan və quş yetişdirilən fermaların qızdırılması. Məişət və köməkçi otaqlarda mikroiqlimin yaradılması. Heyvandarlıqda, bitkiçilikdə, təmir emalatxanalarında, qarajlarda suyun qızdırılması və buxarın alınması. Otun və digər yeni bitkilərin qurudulduğu anbarlarda və kənd təsərrüfatı məhsullarının emalında temperatur rejiminin saxlanması. Tərəvəz bitkilərinin, ştillərin yetişdirilməsi zamanı istixanaların qızdırılması. Bəli, beləliklə qeyd etmək lazımdır ki, hazırda bizə məlum olan müxtəlif enerji növlərinin arasında elektrik enerjisi xüsusi yer tutur. Deməli, bunu asanlıqla biz çevir edə bilirik. Necə? Mexaniki enerjini elektrik enerjisini və yaxud da elektrik enerjisini mexaniki enerji. Elektrik enerjisinin sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və məişətdə. Bəli, bundan istifadə nə oldu? Elektrikləşdirmə. Məsələn, sənayedə işıqla təmin olunubsa, enerji ilə təmin olunubsa, bəli, elektrikləşdirilib. Kənd təsərrüfatında da həmçinin, nəqliyyatda və məişətdə də həmçinin. Deməli, kənd təsərrüfatında necə istifadə olundu elektrik enerjisini? Texnoloji proseslər üçün. Heyvan və quşların fermalarını qızdırırıq, mikroiqlim yaradırıq. Elektrikləşdirmə nə oldu, müəllimlər? Sənayedə, kənd təsərrüfatda, nəqliyyatda, məişətdə geniş istifadə olunur enerjidən. Bəli, bu oldu elektrikləşdirmə. Belə müəllimlər, mövzumuz yenə də söz yığını çoxdur. Diqqətlə baxın, diqqətli olun, hansı hissələrdə, hansı ki, azalıb çoxalma hissələrində. Demək olar ki, mövzu rahat mövzuydu. Bəli, mövzumuz elektrik enerjisinin ötürülməsi və istifadə yolları idi.